Hamınıza salam dostlar, kanalıma xoş gəlmisiniz. Bugünkü oyunumuz Streamer Life Simulator 2. Dostlar, oyunun adından da göründüyü kimi yayıncı olmağa çalışacağımız bir oyundur. Buradan özümüzə xarakter düzəldə bilirik. Başlayaq. Nəysə, bizim adamımızın necə müdürünlə problemi var. Nəysə, bu burada nəsə qələt elədi. Aptalmısın. Diqqətli olsun, iyi olur. Kofelər gedir. Müəllim kofe istəyir. Bizimki də kofeləri hamısını tökür yerə. Hələ üstünə bir də yumruq da yedik. Hələ təpik də yedik. Deməli bizim adamımızın hikayəsi belə başlayır. Sanırım nə yapacağımı biliyorum. Yayıncı olmağa belə qərar verir. Amma belə heç özüm oynamamışdım. X telefonu aç. $200 balansımız var. Enerjimiz 100. Stresimiz 3%. Kilit açmaq üçün yukarı kaldır. Neyse, telefon sonra baxarıq. Yəni bir də yönetim ofisinə gir. Yönetim ofisinə gir. Deməli, tüm bilgisayar parçalarını alın. Alaq. Eynən alırıq. Atdıq sunkaya. Eynən al. Bu bizim yayıncılığa başlamaq üçün lazım olan şeylərimizdir. Aldıq. Atdıq. Bunu da aldıq. Kasa içindəkilə parçalar bunu yox. Bir dəqiqə. Köynək. Birinci içindəki şeyləri götürməliyik. Öncə anakartı parçala. Yox, ekran kartı getdi. PSU getdi. Bu da getdi. Qoyduq bura. İndi götürək bunu. Bunu götürmək olurmu? Olur. Götürək otağımıza qoyarıq. Başqa nəsə götürə bilirik buralardan. Bu nədir? Pul götürməyək. 5-5 də puldur. Burada qəşəng. Da girmiş yoğuruğa bir dəfəlik eləyək çıxaq. Bunlardan da götürərdim də içəri yedim. Bu nə? Çok acıktım. Yemek siparişi. O evde. O ne kadar yapıldı. Bütün yığmaq lazım. Ama önce çıxaq gedək. O burada da var. İşte getdik. Ben girək içəridə evdə öz şeyimizi düzəldək. Ev nə gündə. Buranı təmizləmək lazım.
Bu qalsın burada. Bizim deyirdə acılığımız var. Mod depresyondadır. Niyə ki? Çox ac, yorğun. Yaxşı, yeməyimizi yeyək. Yemək siparişi. Siparişimiz nə qədər vaxta gəlir görəsən? Hələ ki yoxdur burada. Kuryeleri. Halalsa. Efendiler. İşte. Bu da yorğundur. Biz kompüteri yığaq, elə yataq. Bilgisayar açmamışdan qabaq biz bir dənə yataq. Bu nədir? Bəli. Bu kimdir görək? Bir gezgin. Öz görmədin buraya getirdin ha. Söydü getdi bu. Vay bana. Heç nə eləməmiş, neysə. Əla. Kat uygulamasını indirin. Zamazor'dan bir mikrofon satın al. Zamazor dediği de bu alışveriş yerdi yani. Bizim mikrofondan daha çok şeye ihtiyacımız var. Kayıt, takmat. Tamam, kayıt. Ha, bura bizim. Buradan kaydolduq. Zamazor'dan indi girək bir dənə mikrofon alaq. Zamazor, ada da bax da. Postamıza da bir posta götürəcək. Kameralar, mikrofonlar. Mikrofon qiymətləri neçəyədir? Basit oyuncu mikrofonu, basit oyuncu mikrofonu. Da bunlar da çox bahadır. Bu 85'ten 79'a düşün. Bunu alaq. Satın alma işlemi tamamlayın. Fakir hissediyorsun. Onu hamı istəyir. Fikir vermə. Uyu ve oyunu kaydet. Neyse bizim depresyondadır. Nədir bu? Fakir hissediyor. Kendini kirli hissediyor. Tuvalet. Bu kimdir? Zamazor geldi. Okey, mikrofonumuzu hələlik bura qoyaq. Bu hələlik qalsın burada. Yatmamız üçün 2 saat lazımdır. 2 saatdan sonra yata bilərik. Biz ona kimi bir dənə evə tuvalet ala bilirik. Ben buna yemək sipariş edeyim. Sipariş gələnə qədər bir dənə görək evə nə sala bilirik mi? 223. Tamam, hələlik bunu alaq. Yeməğimiz gəldi, bundan yeməğimizi yeyək. 2 saate de yatacaq.
Bu getdi. Yemək getdi. Bir dənə qaldı. Fakir hiss ediyor. Məcburən başucumuza qoyacaq. Əldən gələn bir şey yoxdur. Əla. İndi yatırıq. Sən kimsən? Bəli. $10 borc verebilir misin? Vəziyyətimizin bu yerində. Vəziyyətimizin bu yerində veririm. Bu evin halı yenə ne gücündədir? Şimdi sənəmdən yemək ala bilərəm. O zaman yemək məsələn biraz çox oldu ama. Yəni $77 var. Təcil pul qazanmalıyıq. Все. Daha başlayırıq. Bizim yeməkləri götürək. Ne oldu yine? Yine pul istemeye gelip ha? Bahis oynadım, kazandım ve sonra da havada para getirdim. Bu da daha fazla para. Yine canım cehennem mobislerden yaxşı. Hadi buradan cevap geldi mi? Biz təcili sürətdə pul qazanmalıyıq. Təcili YouTube'a da girişə bilərik biz. Yine bu evin halı. Tək yaşayan adamın evi burada kirlənməməlidir. Bizim telefonumuz. Qəşəng. İndi bu fake ekrana yükləyəcək. Buradan da pul gələcək bizə. Paylaş. Bura profilimiz, kazanç hərəki 0 like. $440, $980. Deməli, yayınımızı yavaş-yavaş açmağa başlayırıq. Yayın şu anda kapalı. Bizim kameramız yoxdur. Biz kamera ala bilərik mi? Kamera algılanmadı. O zamanlar biz bir tane Dodo'ya partnerlik başvurusu eləyək. Bunun cevabı gələnə qədər bu bir dənə yatsın, qalxsın. Sən biraz elə bil
Ağ elədin yoxsa? Bir teklifim var. Aha, bana 50 dolar verirsen sana 500 dolar kazandırabilirim. Yok. Sen yaxşıdır, söydü, getdi. Biz internetimizin sürətini düzəltmədiyik müddətcə heç 1 megabit sürətimiz yoxdur. Biz məcbur internet sürətimizi gücləndirməliyik. Hələlik bundan aldıq. İndi bundan bir dənə yayın açırıq. Enerjimiz sıfıra düşdüyünə görə yayın bağlandı. 67 takipçi. Əslində çox da elə şey deyil. Azdan çoxdan pulumuz bir yazığa yemək zakaz vermişdik. Nəysə dostlar, bu günlük də bu qədər. Videomuzu burada sonlandıraq. Görüşənədək.